budur. Səfəvi əslində nə deyir və İran ümumiyyətlə Zəngəzurda nə istəyir? İndiki mərhələdə bu prosesə necə mane ola bilər? Bunu müzakirə etmək istəyirik. Studiyamızda Rəşad Bayramov, politoloq. Xoş gördük sizi. Xoş gördük. İran nə istəyir Zəngəzurdan? İndi. Təbii ki, İranın bu istiqamətdə bəyanatları, yəni Zəngəzur istiqamətində Amerika Birləşmiş Ştatlarının mövcudluğuna etirazı və s. Nəqliyyat dəhlizi ilə bağlı, belə deyək, səbəb deyil, bəhanədir. Çünki bu səbəb olsaydı, onda İranın Zəngəzur dəhlizi istiqamətində etirazları faktiki olaraq keçən ilin avqustun 8-dən başlamalı idi. Çünki TRIP layihəsi həmin tarixdən Vaşinqton zirvəsində əldə olunan razılaşmanın nəticəsidir. Amma biz elə Vətən müharibəsindən dərhal sonra, Moskva müqaviləsindən dərhal sonra İranın Zəngəzur istiqamətində, Zəngəzur dəhlizi istiqamətində etirazlarına şahidlik edirdik. Yəni söhbət... Yəni Amerika məsələsi deyil. Təbii ki, Amerika məsələsi deyil. Dava yorğan davası deyil. Söhbət əgər, yenə deyirəm, söhbət bu və ya digər ölkənin hərbi mövcudluğundan gedirsə, həmin ərazidə, onda İranın ilk növbədə etiraz eləməli olduğu məsələ indiyə qədər Rusiya hərbiçilərinin İran sərhəddində dayanması olmalı idi, prinsip etibarilə. Yox, əgər söhbət məhz Amerika Birləşmiş Ştatlarının orada mövcudluğundan gedirsə, Amerika Birləşmiş Ştatları 30 ildən artıqdır ki, orada mövcuddur və hər kəsə məlumdur ki, dünyada ikinci ən böyük, belə deyək, səfirliyi Ermənistan ərazisində yerləşir ABŞ-nin və həmin səfirlikdə olan 2500-ə qədər əməkdaşın böyük əksəriyyətinin də ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olduğu da məlumdur. Hər halda diplomat deyirlər də. Yəni, prinsip etibarilə o zaman, belə deyək, İran indiyə qədər bu etirazları Ermənistana etməli idi. Amma indiyə qədər bu etirazlar olmayıbsa, demək ki, burada, belə deyək, Amerika Birləşmiş Ştatlarının indi orada gəlib TRIP layihəsinə nəzarət etməsi, orada mövcudluğu, belə deyək, bəhanədən başqa bir şey deyil. İranın narahatçılığı nədir prinsip etibarilə? İranın narahatçılığı, belə deyək, bir neçə istiqamətdədir. Birinci ondan ibarətdir ki, İran düşünür ki, Zəngəzur dəhlizinin və TRIP marşrutunun fəaliyyətə başlaması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı bağlayan Araz dəhlizi arxa plana keçəcək və yaxud da səmərəliliyini, belə deyək, itirəcək. Orada dəmir yolu yoxdur, düzdür mü Araz dəhlizində? Təbii ki. Mən xahiş edirəm, o bir infoqrafikanı verək, həm də biz konkret o region üzərindən keçək. Bax, söhbət buradan gedir, doğrudurmu? Yəni, bax, bu Meğridən keçən ərazidən bizim, yəni, Araz yolu deyilən o yol... Bəli. O dəmir yolu deyil. Dəmir yolu da buradadır. Yəni, gəlib buradan Meğridən keçib Naxçıvan ərazisindən, bax, burada dəmir yolu var ki, Naxçıvanda birləşməlidir, bəli. Tarixi yoldur da, düzdürmü? Bunu belə adlandırmaq olar. Əvvəllər uzun müddət, belə deyək, mövcud olan, ondan sonra faktiki olaraq müharibə nəticəsində, belə deyək, artıq nəqliyyat dəhlizlərinin pozulması səbəbindən fəaliyyəti dayandırılan yerdən söhbət gedir. Və şimal-cənub istiqamətində də illərdir rəşdə aça bilmir. Yəni, biz də deyirik ki, bax, bura qədər onsuz da varınızdır, bura qədər bizim var, bunu da Amerika sizin üçün düzəldir, rahat gedin, gəlin. Yəni, 30 il ərzində təsəvvür edin ki, İranla Ermənistan arasında belə dəmir yol əlaqəsini bunlar yarada bilməyib. Keçən 30 il müddətində. O baxımdan, bu günləri İranın əslində, belə deyək, o iqtisadi faydalardan hansısa formada geri qalmağını düşünməsi özü də absurd bir şeydir. Çünki niyə? Araz dəhlizi istiqamətində yüklərin daşınmasında azalmalar olacağı halda belə, ondan qat-qat artıq yeni imkanlar verir Zəngəzur dəhlizi. Ermənistanın özü və yaxud da Qara dənizə çıxış, yəni... Bəli, Fars körfəzi Qara dəniz nəqliyyat xəttinin açılması ilə İran əlavə dividendlər qazanır. Bir qəpik xərcləməli. Və konkret bir, belə deyək, tranzit ölkə olaraq kifayət qədər əlavə maliyyə vəsaitləri cəlb eləyir. Sadəcə olaraq İranın itirdiyi nədən ibarətdir? İranın itirdiyi həmin o Araz dəhlizi üzərində hərəkət eləyən, Azərbaycanın əsas hissəsindən Naxçıvana və yaxud da əks istiqamətdə hərəkət eləyən bu və ya digər nəqliyyat vasitələri, yük maşınları və s. və ilaxır İrana Azərbaycan üzərində müəyyən təsir imkanları əldə etmək imkanı verirdi. Sabahları o dəhlizi bağlamaqla hansısa təzyiq göstərmək. Yəni biz ki, çıxırdıq, tutaq ki, Astara gömrüyündən və gedirdik Naxçıvana girmək üçün. O yolu deyirsiniz. Bəli, ondan söhbət ki. Yəni, bu günləri o təsir imkanlarını əldən getməsindən söhbət gedir ki, İran bundan çox narahatdır. İkinci bir tərəfdən isə hər kəsə məlumdur ki, bu dəhlizin fəaliyyətə başlaması təbii ki, bir kəmər bir yol layihəsinin vacib, belə deyək, sektorudur. Bütün
kəmər üzərində yerləşən ayrı-ayrı ölkələrin hər biri bundan qazanc əldə eləyəcək. Amma burada daha çox qazanan və daha çox güc sahibi olan ölkə Azərbaycan və Türkiyə olacaq. Və İran tərəfinin bu günləri Azərbaycanın güclənməsi, Türkiyənin mövqeyinin güclənməsi və s. istiqamətdə Orta Asiyadan Azərbaycana və Türkiyəyə bir türk yolunun, Turan yolunun meydana çıxması faktiki olaraq İranı narahat eləyir. Qalan bütün məsələlər bəhanədən başqa bir şey deyil. Yenə deyirəm, əgər hansısa ölkənin orada hərbi mövcudluğu səni narahat eləyirsə, sən indiyə qədər bu bəyanatlarla çıxış eləməliydin. Söhbət sırf Amerika Birləşmiş Ştatlarının bu və ya digər şəkildə mövcudluğundan orada gedirsə, Amerika Birləşmiş Ştatları uzun illərdir Ermənistan ərazisindədir. Yox, konkret olaraq İran sərhəddində ABŞ hərbiçilərinin dayanması ehtimalından narahatdırsa, hər kəsə Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında imzalanan çərçivə sazişinin müddəaları məlumdur. Və orada konkret olaraq göstərilir ki, ərazi Ermənistan yurisdiksiyasındadır. Budur, sərhəd təhlükəsizliyi funksiyaları, və bütün sərhəd Ermənistanın suverenliyi yurisdiksiyası və özəl operatorlar yalnız lisenziya ilə işləyir. Bəli, bunlar hamısı Ermənistanın nəzarətindədir. O baxımdan, əgər bu kimi, belə deyək, təhdidlər yoxdursa, orada Amerika əskərinin gəlib dayanması məsələsi ortada yoxdursa, bu istiqamətdə çağırış etmək sadəcə, belə deyək, hansısa formada özünün maraqlarını təmin etmək üçün əlavə... Bir dəqiqə, bax, elə bu sualı verəcəm. Bu siyasi təzyiqdirmi, yoxsa layihəni ləngitməkdirmi, hibrid təxribatdırmı, birbaşa raket zərbəsi mümkündürmü? Niyə? Çünki Səfəvi qılınc qalxanını da götürüb, oradan deyir ki, ABŞ hərbi məsuliyyəti götürərsə, İran müvafiq tədbir görmə hüququnu saxlayır. Yəni, Səfəvinin ümumiyyətlə personajı məlumdur da bizə. Hər dəfə Azərbaycan mövqeyi ilə verilən bəyanatlar, hər dəfə, belə deyək, Zəngəzur dəhlizi əleyhinə mövqe sərgiləməsi. Tipik İranist təmiz o, belə deyək, tipdə olan adamdır və prinsip etibarilə də bu günləri Səfəvinin mövqeyi, belə deyək, İranın bütövlükdə mövqeyi də demək deyil. Yəni, bunu da nəzərə almaq lazımdır. Düzdür, biz son seçkilərdən sonra İran prezidentinin belə Paşinyana məktubunda Zəngəzur dəhlizi istiqamətində konkret, belə deyək, eyhamlara şahidlik etdik. Amma bu günləri İranın birbaşa Ermənistan ərazisinə və Trip marşrutu istiqamətinə birbaşa raket zərbəsi endirməsi ehtimalı demək olar ki, yoxdur. Aşağı hesab edir. Təbii ki, bu kimi, yenə deyirəm, məsuliyyətsiz davranışı sərgiləyəcəyini düşünmürəm prinsip etibarilə. Hörmüz istiqamətində başa düşüləndə, Hörmüz istiqamətində Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri dayanıb. Amma Ermənistan istiqamətində nəyi bəhanə gətirəcək? Belə deyək, hansısa addımlar atarkən. Siyasi təzyiq göstərə bilərmi? Bəli, Ermənistana müəyyən siyasi təzyiq göstərmək istəyir. Bax, hansı rıçaqları var Ermənistana qarşı? Prinsip etibarilə bu günləri bilirik ki, təqribən Ermənistanda yanacağın 13%, böyük hissəsi təbii ki, 87%-ə yaxını Rusiya tərəfindən təmin olunursa, bir 12-13%-də belə deyək, İranın müəyyən payı var orada. O istiqamətə hansısa addımlar ata bilər. Məsəl üçün, qiymətlərin artırılması və yaxud da hansısa səbəblərlə, belə deyək, fəaliyyətin dayandırılması, təmir adı ilə və s. ilə və ilə axır adı ilə, axırı ki, Ermənistan üzərinə müəyyən təzyiqi, belə deyək, bu və ya digər şəkildə formalaşdırmaq üçün. Amma, yenə deyirəm, bu günləri Ermənistan ərazisində birbaşa zərbə endirmək ağılsızlıqdır. Çünki, yenə deyirəm, bu nəqliyyat dəhlizindən ən çox qazanc əldə edə biləcək ölkələrdən biri də faktiki olaraq İrandır. Biz qeyd elədik Fars körfəzi, Qaradəniz istiqamətində nəqliyyat koridoru, şimal-cənub, cənub-şimal istiqamətində hərəkət, İranın Naxçıvan haqqında danışdığımız Cufa dəmir yolu vasitəsilə Ermənistanla dəmir yolu əlaqəsi. Dolayısıyla Rusiya ilə dəmir yolu əlaqələri imkanı, yəni orada faktiki olaraq birləşmə meydana gəlir və bütün bunlar əlavə kifayət qədər dividendlər, belə deyək, vəd eləyir faktiki olaraq İrana. O baxımdan düşünmürəm ki, İran bu istiqamətdə addım atsın. Sadəcə bu günləri bu bəyanatlarla çıxış etmək faktiki olaraq həmin dəhlizlə bağlı dəhlizi bir bazarlıq predmetinə çevirmək. Kimlə? Amerika Birləşmiş Ştatları ilə bir bazarlıq xidmətinə çevirmək. Bu dəqiq o proses onsuz da gedir, bazarlıq gedir. Və nəyəsə orada nail olmaq. Misal üçün, sabahları İran üçün ən böyük narahatçılıq ondan ibarətdir ki, Trip layihəsinin
də Amerika Birləşmiş Ştatlarının nəzarəti faktiki olaraq İranın haqqında danışdığımız Fars körfəzi Qara Dəniz nəqliyyat koridorunu işə salınmasından belə deyək, hansısa addımlar ata bilər Amerika Birləşmiş Ştatları. Misal üçün, o istiqamətdə İran hərəkətinin mümkün olmayacağı ilə bağlı Yəni İran malları keçə bilməz. Keçməyəcək deyə bir bəyanat verə bilər. O baxımdan indidən İranın bu cür təzyiq belə deyək, ritorikasından çıxış etməsi, bu cür çəkindirici bəyanatlarla çıxış etməsi faktiki olaraq Ermənistanla yox, İranla, üzr istəyirəm, Amerika Birləşmiş Ştatları ilə bu və ya digər şəkildə bir bazarlığı özündə etibar eləyir. Ona qalsa biz bilirik ki, məsələn, bu günləri də İranla Ermənistan arasında kifayət qədər yaxşı münasibətlər var. Bu günlərdə İranla Ermənistan arasında ticarət dövriyyəsi hər hansı bir problem yoxdur. Hətta 2 ildir fəaliyyətini dayandıran Təbriz, İrəvan təyyarə reyslərinin belə bərpası istiqamətində qərarlar qəbul olunub. Burada başqa bir məsələ də var. Mən bilmirəm, indi hər halda İranda nə deyirlər, nə içirlər, nə düşünürlər, mən bunu bilmirəm. Amma sırf iqtisadi baxımdan və İranın nəqliyyat nazirinin də Azərbaycana səfəri, o cümlədən Ağbəndə də getməsi, o Zəngilanda, o Araz yolu ilə tanışdığı və o prosesdə də söylədiyi fikirlərdən belə aydın olur ki, Azərbaycanla İranın bu dəqiqə dəmir yolu yoxdur. Doğrudurmu? Faktiki olaraq bu günləri Azərbaycanla İran arasında yoxdur. Ermənistanla yoxdur. Gürcüstanla yoxdur. Və bu üç ölkənin üçünə də kifayət qədər İran məhsul verir. Demək, ən azı bu üç ölkənin yolu, bax, düyünü təxminən buradadır, Culfadadır. Culfadadır. Bu da hazır hər bir şeyi, yəni yerində olan bir şeydir də. Yəni İran bura bir qəpik, mən bu sözü bir daha xatırladıram. Bu bir qəpik xərcləmir. Heç bir sərmayə qoymadan. Digər tərəfdən, bu hissədə hazır olduqda Rusiyadan gələn bütün məhsullar maneəsiz, necə ki, Sovet dövrü belə İrana gedirdi və oradan da əksinə. Eyni qaydada da bu yolla da, bax, buradan daxil olmaqla gedəcəkdir, nə bilim, Qara Dənizə qədər tutaq ki. Bax, bu niyə narahat eləsin? Bax, mən hər şeyi qoyuram bir qırağa, müharibəni də, savaşı da, amma bir iqtisadi təfəkkürlə yanaşanda bunu öz xeyrinə dəyişdirmək kimi cəhdi yoxdur. Heç bir iqtisadi, belə deyək, maraq məsələ ilə bu örtbasdır edilə bilməz, İranın bugünkü davranışı. Yenə deyirəm, iqtisadi qazanc kifayət qədərdir. Burada İranın ancaq siyasi ambisiyalarından söhbət gedir, ancaq, belə deyək, təsir imkanlarını, təzyiq imkanlarını əldən verməsindən söhbət gedir və ən nəhayət Azərbaycan-Türkiyə tandemi, Turan yolu və s. narahatçılığı. Yəni, bir şeyi xüsusi olaraq nəzərə almaq lazımdır ki, İran sərhəddi boyunca bu Zəngəzur dəhlizinin hərəkəti və İran sərhəddi boyunca bütün yol məhz bizim soydaşlarımızın yaşadığı ərazilərdən keçir. Yəni, türklərin yaşadığı ərazilərdən keçir və ən çox narahat eləyən də İranı bu günləri məhz odur. Təşəkkür edirəm, Rəşad. Çox aydın və düzgün qiymətləndirmə apardınız.